dünyasını cavan dəyişənlərə aiddir. Onların dərdi biraz çox olur. Onların yarası biraz dərin olur. Əmin olun, əgər imkanınız olsa ki, gedəni geri gətirəsiz. Əgər imkanınız olsaydı buna Allah sizə bu imkanı, bu gücü versəydi ki, yola saldığınız birini təzədən bu dünyaya gətirəsiz, heç biri qayıtmazdı. Heç biri qayıtmazdı. Bəlkə də qayıtsaydı səni danlayardı. Atan səni danlayardı. O səni danlayardı ki, məni rahat yerimdən niyə gətirdin bu bəlaların içinə təzədən? Niyə gətirdin bu müşküllərin içinə təzədən? Heç biri qayıtmazdı. Ruhları şad olsun, ruhları rahat olsun. Burada olan əzizlərimizin dünyadan keçənləri, köçənləri yad olsun. İstirahət ruhlarına salavat, ehsan olsun. İmam dedi qayıtmazdı. Ravi soruşur, ağacan bəs Peyğəmbəri görəndə, Mövlanı görəndə heç onunla danışarlar, bir söhbət eləyərlər onunla. Üstad buyurdu, əlbəttə danışarlar. Necə? Buyurur, Allah Resulü gələr onun başının üstündə oturar. Əmirül Müminin keçər onun ayağının tərəfində oturar. Peyğəmbər ona belə deyər, ya Vəliyallah, ey Allahın dostu, əbşiru ilə ma huvə xeyrun ləkə minəd-dünya. Bütün dünyanın hamısından xeyirli olan bir şeyi sənə müjdə verirəm indi. Bütün dünyadan xeyirli olanı sənə müjdə verirəm. Peyğəmbər sözünü qutarar, Həzrət buyurur ki, biraz da bəzi sözlər deyər, o bəzi hissələri də adamın əməlinə görədir. Mən nəyəmsə odur. Əmirül Müminin deyər ki, Ənə Əli ibn Əbi Talib, Əlləzi kuntə tuhibbuhu. Mən sənin dünyada sevdiyin imamınam gəlmişəm indi. O imam ki, sən mənə etiqad eləmisən. O şəxsi ki, sən məni Allahın iradəsi gözündə görmüsən, bax, indi mən gəlmişəm sənin başın üstünə, neyniyəcəm? Əmə ləənfəənnək, indi sənə fayda verməyə gəlmişəm. Fayda bu, indi görəcəksən, buyurur. Ravi deyir, bu mətləb Quranda varmı? Ağacan, buna Qurandan işarə varmı? Həzrət buyurur, əlbəttə ki var və Yunus surəsindən olan bu ayəni oxuyur. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Əllezine amenu və kanu yettəqun. Onlar ki iman gətirdilər və təqva əhli oldular. Təqvaya riayət etdilər. Yəni halala, harama, vaciblərə icra etdilər, halal və haramlara riayət etdilər. Ləhumul buşra fil həyatid dünya. Dünya həyatında onların müjdəsi var. İmam buyurur, bu müjdə o deməkdir. Burada müjdə dünya həyatının müjdəsidir də, hələ ölməyib ki, hələ keçiddədir. Əbədiyyət və faninin tam ortasındadır yanıb. Ölüm yatağı budur. Ölüm yatağı budur. Nə burada dölsən, nə tam orada deyilsən. İkisinin keçidi var. Bir ara var ki, oradasan. Onun üçün Quran deyir ki, Ləhumul buşra fil həyatid dünya. Dünya həyatında müjdəsi var. O müjdə odur. O müjdə